Novruz xonçasını hazırlamaq üçün ilk öncə kötüyə uyğun yaşıllığın ölçüsünü götürürük. Daha sonra bu ölçünü götürüb kəsəcəyik. İki kötüyün ölçüsündə yaşıllıq kəsdikdən sonra onların hər ikisini silikon yapışdırıcının köməyi ilə onların üzərinə yerləşdirirəm. Daha sonra bu kötükləri bir-birinə bərkitmək üçün eyni şəkildə yenə silikon tabancadan, silikon kleydən istifadə edirəm. Daha sonra isə balaca kötüyü böyük kötüyün üzərinə qoyuram və əlimlə bərkidirəm ki, daha yaxşı bir-birinə yapışsın. Sonra isə çevirib altını və qıraqlarını da yenidən silikon kley ilə yapışdıracağam. Səməni üçün aldığım qırıq yumurta formasındakı qabı kötüyün üzərinə yapışdırıram. Mən bu qabı 28 maydan almışam. Amma siz sədrəkdən və indi çox yerdə tapa bilərsiniz rahatlıqla. Novruz bayram ərəfəsində olduğu üçün. Yumurtanı yapışdırdıqdan sonra xonçaya yuva düzəldəcəyimə görə onu qoyuram bir kənara. Yuvanı götürürəm və içinə yumurtaları seçib yerləşdirirəm. Yumurtanın rənginə qərar verdikdən sonra silikon tapanca ilə yapışdırıram. Bərkidirəm bir-birlərinə. Yuvanı hazırladıqdan sonra qoyuram bir kənara. 28 maydan yenə bu qəfəsi almışam. Qəfəsin içinə rəngli yumurtalardan yerləşdirirəm. Baxıram ki, rəngləri bir-birinə uyğun olsun. Ona görə tez-tez dəyişirəm. Fərqli rəngləri yan-yana qoyandan sonra xonçada qoyacağım yeri qərarlaşdırıram. Hər birini ayrı-ayrı qoyuram ki, yeri qərarlaşdırım. Hər birinin yerinə qərar verdikdən sonra silikon kleyi yapışdıracağım hissələrə vurub yerləşdirirəm xonçanın üzərinə. Daha sonra eyni şəkildə dovşan və yuvanı da silikon tapancanın köməyi ilə kleyləyib yapışdırıram üzərinə. Təəssüf ki, telefonun yaddaşıcı olduğu üçün gülü xonçanın üzərinə yerləşdirdiyim hissəni çəkməyib videosun. Mən bunu sonra videoya baxanda öyrəndim. Buna görə də sizə belə başa sala bilərəm. Gülün ölçüsü çox uzun idi. Ona görə mən qayçının köməyi ilə mənə lazım olan hissəni ölçüb kəsdim. Burada biraz çətinlik çəkdim. Çünki gülün içində nazik tellər olduğuna görə biraz çətinlik çəkdim. Ehtiyatlı olmanızı tövsiyə edirəm. Sonra isə silikon tapancanın köməyi ilə otların üstünə silikon tapancanı vurub gülü yerləşdirdim. Yerləşdirəndə də əlimlə tutdum ki, o yapışana qədər qalsın. Silikon tapancanı yapışdırıcı soyuyana qədər. Soyuyandan sonra rahat əlimi çəkdim. Düşmə falan heç bir şey olmur. Sonra isə güldən kəsdiyim hissələr var idi. 2-3 dənə gül. Onlara da qırıq yumurtanın qırağına yapışdırdım. Sonda isə belə çəhrayı rəngdə quş almışdım. Quşun altına silikon yapışdırıcı vurub qəfəsinin üzərinə vururam ki, daha da gözəl görsənsin xonça. Eyni rənglərdən istifadə edirəm ki, rəng uyumu, ahəng qəşəng görsənsin. Qırıq yumurtanın içərisinə səməni qoyacağım. Sadəcə əlimdə indi səməni olmadığına görə o hissəni çəkib sizə göstərə bilmirəm. Səməni qoyarkən əgər səməni çox aşağı düşsə, belə market kağızından və yaxud da qəzetini istifadə edib altına yerləşdirəcəm. Sonra da səmənin üzərinə qoyacağım ki, normal hündür görsənsin. Sonda isə xonça bu cür görsənir. Məncə çox gözəldir. Əgər videonu bəyəndinizsə, bəyən düyməsini basıb kanala abunə olub yorum yazmağı unutmayın.